biz hüquqlarımızı bilmirik. Yəni bizim əsas hüquqlarımızdan biri təhlükəsiz və sağlam mühitdə yaşama hüququdur və ekoloji məsələlərdə məlumat alma hüququdur. Bu hüquq konstitusiya ilə təmin olunan bir hüquqdur və RMG kimi şirkətlərin karyer fəaliyyətinə başlayanda təbii ki, bu qanunvericiliklə bu hüququ nəzərə alaraq yerinə yetirir və baş verən istənilən prosedur, scoping müzakirəsi olsun, ətraf mühitə təsirin qiymətləndirilməsi, dokumentin müzakirəsi olsun və bu prosedurlarda təsir zonasında olan əhalinin fikirləri, düşüncələri nəzərə alınır. Ancaq burada boşluq ondan ibarətdir ki, bu fəaliyyətə başlamadan, yəni başlama prosedurunda əhalinin biz bunu istəmirik, yəni təbiətimizi uçurmayın demək fikri demək olar ki, nəzərə alınmır. Yəni, çünki əgər RMG fəaliyyət göstərirsə və bunun bir qanuna əsasən bir təsdiqi varsa ki, ətraf mühitə ziyan dəymir və biznes üçün eləyirik və sonra da rekultivasiya işləri gedir, bunun proyekti hazırlanır və əhali çıxıb deyə bilmir ki, təbiətimizi uçurmayın. Yəni, qanuni çərçivədə, formal çərçivədə mən inanıram ki, və zaten belədir ki, bunu dayandırmağın bir yol yoxdur, təəssüf ki.